Yaxın günlərdə yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək. Bu, 1972-ci ildə Veneraya buraxılan, lakin yer orbitində qalan Kosmos 482 stansiyasının eniş moduludur. Venera stansiyası 1972-ci il martın 31-də səhər tezdən Baykonur kosmodromundan buraxılıb. Bu, başqa bir stansiya üçün ehtiyat idi və hər ikisi Venera 8 proqramının bir hissəsi kimi buraxılıb. Hər iki cihaz avadanlıq və xüsusiyyətlərə görə tamamilə eyni idi. Titan yanacaq çənlərinin hissələri bir neçə gün ərzində orbitdən çıxıb və Yeni Zelandiyaya enib. Stansiyanın hissələri və L-blok kimi tanınan raketin 4-cü mərhələsi uzunsov elliptik orbitdə qalıb. Ən yüksək nöqtə hardasa 9800 km, ən aşağı nöqtə isə təxminən 2 km idi. Eniş modulunun özü Veneranın atmosferinə daha kobud giriş üçün nəzərdə tutulmuşdu. Ona görə də onun istilik qoruyucusu və təzyiq bölməsi çox güman ki, girişdən sağ çıxacaq. Ancaq cihazın tamamilə sağ qalacağı ehtimalı azdır. Kosmik gəminin düşməsi atmosferdə parçalanıb yanırsa və ya düşmə yerdən hesablanır və idarə olunursa, o qədər də böyük problem deyil. Məsələn, iri orbital stansiya Mir orbitdən çıxarılaraq yerə göndərildi və dağıntılar Sakit okeana düşdü. Lakin Kosmos 482-nin düşməsi nəzarət altında alınmayacaq. Xüsusilə təhlükəli olan budur ki, atmosferdə parçalanmayacaq və yanmayacaq. Kosmosa həsr olunmuş Telegram kanalı müəllifi Georgi Trishkinin sözlərinə görə, orbital parametrlər əsasında aparılan hesablamalar onu göstərir ki, stansiyanın qalıqları böyük ehtimalla quruya düşəcək. Xüsusilə Misir, Suriya, Türkiyə və Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə riski var. Müxtəlif hesablamalara görə Kosmos 482 mayın 8-dən 14-nə kimi yerə düşəcək.